Allah Tebareke ve Teala bu yarattıklarını yaratıbdır. Yarattıkların hesabı yoktur ki. Ve in ta'uddu nimetallahi la yuhsuha. Eğer isteseniz Allah'ın nimetlerini sayasınız, sayabilmezsiniz, hesaplayabilmezsiniz. Hesaba gelmez. Rəqəm yoktur ondan ötürü. İndi bu yaranış ki vardı, Allah Teala yaradıbdı. Her bir kəs öz ağlının səviyyəsində bir az bu şeylərdən dərk eləyir. Və Allah Teala bu yarattığına bir nizam, intizam veribdi. Bu həyatda gördüklərimizə bir nizam, intizam veribdi. O nizam və intizamla bu həyat, bu yaranış gedir. Biz yer kürəsinin üzərində yaşayırıq. Yer kürəsi də Günəşin ətrafında dolanan planetlərdən biridir. Və bu Günəşin ətrafında neçə dənə planet ki vardı, onlar hamısı yer kürəsi ilə bərabər Günəşin dövrəsində dolanırlar və Günəş də gedir və bunlar da Günəşin dövrəsində dolana gedirlər. Bir nizam, intizam vardı, bir qayda, qanun vardı. Bir dəqiq ölçü var idi bu nizam, intizamda ki, kamil bir alim bir kəs tərəfindən yaranıbdır bu yaranış. Bu yaranışın içərisində biz də varıq. Biz yer kürəsindəki yaşayırıq. Bu yer kürəsində yaranmış hər nə varsa, o da nizam, intizam üzrə yaranıbdır. Və hər bir şey də öz nəslini qoruyandır. Baxıb görürsən ki, misal üçün, quraqlıq bir ildir. Bir dənə o sarı gül açan ot bitir, elə yerdən çıxan kimi gülünü açır. Niyə görə? Toxumunu itirməsin. Nəslini itirməsin, nəslini qoruyur. O böyüsə quruyacaq. Böyümür. Elə kiçik vaxtından yarpağının ikisini çıxardan kimi gülünü açır ki, öz toxumunu salsın və nəsli qorunsun. Belə bir nizam, intizam vardı həyatda. Biz də yaşayırıq. Allah Teala bizləri yaradıbdır. Biz bir vaxtımız olur ki, nəvazişə ehtiyacımız olur. Təzə dünyaya gələndə kimlərinsə köməyinə ehtiyacımız olur. Və bir müddətdən sonra yaşayırıq və yaşadıqca qocalırıq və qocalanda da bizim nəvazişə, kimlərəsə ehtiyacımız olur. Bu bir qanundur. Qaçılmaz bir qanundur. Allah Teala'nın bu təbiətə verdiyi bir qanundur. Bu qanun üzrə bu təbiət hərəkət edir, yaşayır və bu yaşayışda biz də varıq. Və mən Allah Teala Qur'an-ı Kərimdə buyurur, Yasin surəsində həmişə oxuyuruq. Və mən nuammirhu nunakkishu fil xəlqi əfəla yəqilun. O kəsə ki biz ömür veririk, uzun ömür veririk. Və o kəsi ki biz ona uzun ömür verdik, nunakkishu fil xəlq. Yaranışda onu əksinə aparırıq. Görürsən ki, 40 yaşına qədər insan inkişaf eləyir, 30 yaşına qədər insan inkişaf eləyir. Qüvvələnir, güclənir, sümükləri bərkiyir, əzələləri möhkəm olur. Amma 40-dan sonra, 50-dən sonra görürsən yavaş-yavaş o
möhkəmlənmə əldən gedir. Gedir, hətta bir yerə çıxır ki, insan görürsən ki, huşunu da verir əldən, gözünün nurunu da verir əldən, ayağının qüvvəsini verir əldən, yaddaşını verir əldən, sinəsində bəslədiyi balasını görürsən, unudur, yadına sala bilmir. İnsan budur. Və mən nuammirhu və nunakkishu fil xalq. Biz onu neynirik? Əksinə qaytarırıq xilqətdə. Ta, misal üçün, Allah Teala bir yerdə də Qur'an-ı Kərimdə buyurur ki, və minkum mən yuraddu, və sizlərdən bəziləri vardı ki, ayəni çox qəşəng bir ayədir. Ya eyyuhənnas, ey insanlar, in kuntum fi reybin minəl bəs, əgər qiyamət günündən siz şübhədəsinizsə, qiyamət günü, bəs qiyamət gününün bir adlarıdır. Yevmul bəs, ki insanların dirçəlib qalxmaqlığı. Bəs bir şeyin qalxmağına deyərlər. İnsanların dirçəlib qalxmaqlığına yevmul bəs, qiyamət günü ki, insanlar torpağın altından hamısını eləyəcəklər, qalxacaqlar. Deyir, əgər siz bundan şəkkidəsinizsə, şübhədəsinizsə bizim dediyimizdən, فَاِنَّا خَلَقْنَاكُمْ ki, baxın, görün, biz sizi yaratdıq. Min turabin, torpaqdan yaratdıq. Sümmə min nutfətin, sonra biz sizi nutfədən yaratdıq. Bir sudan yaratdıq, bir nütfədən. Sümmə min ələqətin, sonra bir ələqədən, bir qan parçasından. Sümmə min muzğatin, sonra muzğadan, muzğa halına gəldiniz siz. Muzğa, yəni ət, bir parça döyülmüş ətə bənzəyir. Muxallaqatin və qeyrə muxallaqatin. Linubayyinə ləkum. Ta sizə bəyan olsun. Və nuqirru fil ərhami ma nəşa. O rəhimdə, ananın rəhimdə o qədər ki biz istəyirik, o qədər biz sizə neynədik? Qərar verdik. İla əcəlin müsəmma. Müsəmma olunmuş bir əcələ qədər, sona qədər. Sümmə nuxricukum tiflən. Sonra sizi uşaq halında oradan çıxartdıq. Dünyaya gəldiniz. Sümmə litəbluğu əşüddəkum. Sonra gəldiniz, qüvvətləndiniz, böyütdünüz. Və minkum mən yutəvəffə. Sizdən bəziləri var ki, tez dünyadan gedirlər, kiçik yaşlarında dünyadan gedirlər falan. Və minkum mən yuraddu ilə ərzəlil umri. Və sizdən bəziləri vardı ki, gedir ərzəli ömrə. Yəni ömrün laf sonlarına qocalır. 90, 95, 100. Keçir 100'ü o tərəfə. Likey la ya'ləmə şeyən. Min bə'di ilmin şeyən. Əvvəl yaxşı idi, bilirdi, amma görürsən gəlir bir halətə çatır ki, hər şeyi unudur. Hər şeyi unudur. Bəli, hər şeyi unudur, yadından çıxartdır. Hələ bəziləri var ki, misal üçün 60 il, 70 il gedib gəlibdi işə falan, indi çıxsa küçəni də unudubdu. Ehtiyacı var kiməsə, yaşlanıbdı. Və tərəl ta ilaxır. Bəli, bu ayat-ı şərifələr, İndi Allah hamıya qocalıq qismət eləsin. Gözəldir, qocalıq da həyatın bir ləzzəti var. Həyatda hər bir zaman bir ləzzətlər var, qocalıqda da bir ləzzətlər var, bir şirinliklər var. Amma qocalıq bir şeydir ki, insanın kiməsə ehtiyacı olur. Hamının evində vardı yaşlılar. Bizim vəzifəmiz odur ki, o yaşlılara ehtiram eləyək, hörmət eləyək.
Qur'an-ı Kərim, yaşlılar adətən ata olar, ana olar, baba olar, nənə olar. Elə deyil. Kənar yaşlı görərsən, kənar da deyil, xala, bibi, əmi, bunların yaşlılığı, bunlar da ola bilər olsun. Amma bir hər hal yaşlı. Bütün ümumi yaşlılara ehtiram eləmək lazımdır. Ağa Rəsulullah sallallahu aleyhi və səlləmin bir hədisi var. Və mən ləm yərhəm səğirənə. Hər kəs bizim kiçiklərimizə hörmət etməyə, kiçikə, uşağa, balaya, rəhm eləməyə. Rəhm eləmək lazımdır da, o uşaqdır. Görürsən, hətta gəlir adamı vurur. O qəsdən vurmur səni ki. Onun bir qəsdi yoxdur səni vurmaqlıqda. Oynayır səni ilə, uşaqdır. Məqsədi yoxdur ki. Qəsdsiz, qəsdi olmadan bir hərəkət eləyir uşaq. Və mən ləm yərhəm səğirənə və yuvaqqir kəbirənə və böyüklərimizə ehtiram eləməyə. Bilirsiniz Peyğəmbər nə buyurur? Fəleysə minna. O bizdən deyil. Fəleysə minna. O bizdən deyil. İndi Allah Təbarəkə və Teala bizə bir ayə göndəribdir. Ayə İsra surəsindədir. Salavat zikr eləyək. Allah Təbarəkə və Teala İsra surəsində buyurur ki: "Və qəza rabbuka an la ta'budu illa iyyah və bil valideyni ihsana." Sənin Rəbbin hökm çıxartdı. Və qəza rabbuka, sənin Rəbbin bir hökm çıxartdı. Salavat zikr eləyək. İndi mən gəl bunu axtarım. Bilaxır, əzbərimdədir, amma istəyirdim Qurandan oxuyum. Və qəza rabbuka an la ta'budu illa iyyah və bil valideyni ihsana. Sənin Rəbbin hökm çıxartdı. Hökm çıxartdı ki, hökm verdi. Qəda. Qəda məhkəməyə deyərlər, hakimiyyətə deyərlər. Yəni hökm çıxardıbdı Allah Teala ki, "Ən la ta'budu illa iyyah." Allahdan başqa heç kəsə ibadət eləmək olmaz. Yalnız ibadət kimədir? Allahadır. Allahdan qeyrisindən ötürü dəstəmaz alsın, dəstəmaz batildir. Haramdır, bəli, haramdır. Böyük günahdır. Allaha şərik qərar verməkdir. Amma o dəstəmazın özü də batildir. Namazı da əgər Allahdan qeyrisinə görə, ya orucu Allahdan qeyrisinə görə, ya həcci Allahdan qeyrisinə görə, ümumiyyətlə hər hansı bir ibadət olan işləri Allahdan qeyrisinə görə etsən, batildir, o işi gərək təzədən görəsən. Misal bir dənə zöhr namazı qılmısan, bir dənə zöhr namazı qılmısan, nəinki Allahı da nəzərdə tutmuşsan, amma özünü istəyirsən ki, misal üçün bir nəfərə göstərəsən. Bir nəfərə göstərəsən. Batildir. Allah şərikləri qəbul eləmir. Batildir. O namazı içində olsun, kəs, saxla, o namaz deyil. Namaz deyil o namaz. Onu saxla orada, təzədən namaz qılcına. Ya misal üçün oruç tutmusan, Allahdan qeyrisinə görə ki, ya Allahı şərik qərar vermişsən, həm Allah'a görə tutursan, həm də qoy cəmaat görsün mən orucama. Hop, getdi işinin dalıysan. Yoxdur belə bir oruc. Getdi, o oruc yoxdur. Əgər boynunda var idisə sənin bir oruc, onda onu poz, o oruc deyil, onu axşama saxlama və neynəginən orucu başqa bir vaxtda Allaha görə tutun. Həcc qılmısan elənçiyinə, batildir. Bir nəfər həcci Allaha görə və başqasına görə də qılıbdır.
Qonşum gedib, qoy mən də gedim, qoy görsünlər, mən də həccə getdim. Bu plan, evi yıxıldı bu adamın, həcci batildir. Gələn il vacibdir ona geçsin. Həccətül İslam boynundan düşmür o adamın. Bilaxır, hər bir işi ki vardı, Allaha görə olunmalıdır. İbadilər, olar ki onlarda niyyət vacibdir, qurbət vacibdir. Bunlar hamısı Allaha görə olmalıdır. Şimdi başqa işlər də Allaha görə olsa qəşəngdir. Misal üçün, mən sənin üçün ayağa dururamsa, Allaha görə durum ki, Allah mənə buyurub ki, mömin qardaşa hörmət eləginə, savabdır, yaxşıdır. Yox, əgər Allaha görə durmuram, elə sənin xatirivə dururamsa ayağa sənin üçün, onun savabı səndədir. Allah tərəfindən adama ona görə bir şey verilməz. Allaha görə olmaq başqa şeydir. Muxlisən və mən bir dənə Peyğəmbərdən hədis deyim, keçək mətləbə. Peyğəmbərimiz buyurur ki, və mən əxləsə dinəhu ərbəinə səbahən. Hər kəs öz dinini Allaha məxsus eləsə, Allaha görə yaşasa, 40 gün, 40 gün sayılan günlərdir, 1, 2, 3, 5, 40. 40 gün insan özünü qoruyub saxlasa, Allah Teala onun qəlbində Cəalallahu fi qalbihi yanabi el-hikmə. Allah Teala onun qəlbində hikmət çeşmələri qərar verər. Yəcri əla lisani. Onun dilindən cari olan. Yaşa da Allaha görə, yaşa gör nə görərsən. Allaha görə yaşayıb, Allaha görə də ölmək lazım. O bir dənə dualarımızda vardı. İlahi və Rəbbim, məni Peyğəmbərin zümrəsindən qərar verginə və məni Peyğəmbərin həyatı kimi həyat ver, ölümümü də Peyğəmbərin ölümü kimi qərar verginə. Amin ya Rəbbəl aləm. Və qəza Rəbbükə ən la tə'budu illa iyyah və bil valideyni ihsana. Və ata-anaya ehsan eləyin. Ata-anaya yaxçılıq eləyin. Ata qocalar yanında, ana qocalar yanında, ya hər ikisi qocalar. Və bil valideyni ihsana. İmma yəbluğannə indəkəl kibərə əhəduhuma əv kilahuma. Əgər onlardan biri sənin yanında yaşad oldu, kibərə yəni qocaldı, da əl ayağı tutmur, ya tutur, amma sənə ehtiyacı var. Kibərə, kilahu əhəduhuma əv kilahuma. Əgər hər ikisi ata ilə ana, ya biri, fəlau təqulləhuma uffin. Onlara uf deməginə. Allah belə yaradıbdı bu zamanəni. Bu həyat belədir. Bir günləri bizim Allah qismət eləsə oğula, qıza, kiməsə ehtiyacımız olacaq. İndi bizə ehtiyacı olan o ata-anaya bizim vəzifəmiz odur ki, xidmət eləyək, qulluq eləyək. İmma yəbluğannə indəkəl kibərə əhəduhuma əv kilahuma fəlau təqulləhuma uffin və lau tənhərhuma. Onlara acıqlanma, ata-anaya acıqlanma. O uşaqlaşıbdır, o uşaqdır artıq. Uşaqdır, sənə ehtiyacı vardır. Hamı qaçır ondan. Niyə? Onun nəvazişə ehtiyacı var. Və lau təqulləhuma uffin və lau tənhərhuma vəxfiz cənahə zülli minər rəhməti ləhum. Onlardan ötürü rəhmət qanalları aşağı salgılan, onlara nəvaziş eləginən və qul Rəbbirhəmhuma kəma Rəbbəyani səğira və deginən ilahi və Rəbbi onlara rəhm eləginən o cürə ki, onlar körpəlikdə mənə rəhm eləyiblər. Bir günün var idi sənin ki, əgər ana bir dəqiqə, bir saat sənə baxmasaydı tələf olardı.
və sənin heç bir qüdrətin yox idi. Yanında stəkan suyun var idi. Amma sənin ixtiyarın yox idi ki, əlini uzadasan. Çünki qüdrətin yox idi. Ana onu sənə içirirdi. Ana sənə yeməyi verirdi. Ata sənə nəvaziş eləyirdi. İndi necə oldu? Bu ata-ana qocalandan sonra sənə 5 gün, 3 gün qonaqdır. Ona nəvaziş eləməyəsən, ona rəhm eləməyəsən. Peyğəmbər buyurur ki, vəleysə minna. Bizdən deyil o adam ki, yaşlılarımıza, qocalarımıza ehtiram eləməyə. Allah bizim axirətimizi xeyr eləsin, qardaşlar. Allah kömək olsun və Peyğəmbərin, Allahın buyurduqlarını inşallah icra edənlərdən olaq. Haqqı Muhammedin və alih və bil